Şamaxıda Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin dəstəyi, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şamaxı rayon komitəsinin təşkilatçılığı ilə 2 fevral Gənclər Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, Şamaxı Regional Kollecin direktoru Vasit Müslimov və Şamaxı rayon təhsil sektorunun müdiri Məsud Babayev və gənc müəllimlər iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Fuad Nəsirov gəncləri təbrik edib. Onlara dövlət və dövlətçiliyimizə sadiq olmalarını tövsiyə edib. Tədbirin sonunda gənc müəllimlərə fəxri fərman və hədiyyələr təqdim olunub. İki fevral Azərbaycan Respublikasının hər yerində olduğu kimi bu gün də Şamaxı rayonunda tədbir keçirildi. Tədbir Elm Təhsil İşçiləri Şamaxı rayon komitəsi tərəfindən təşkil olunmuşdur. Tədbirimizdə Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının sədri Tural müəllim Qasımlı, Şamaxı Dövlət Regional Kolleci, Şamaxı Dağlıq Şirvan Regional Təhsil İşçilərinin əməkdaşları iştirak etdilər. Məqsədimiz gənclərə dəstək olmaq və hər zaman gənclərin yanında olduğumuzu göstərməkdir. O cümlədən də mən Elm Təhsil İşçiləri Respublika Komitəsi adından və öz adımızdan bütün gəncləri təbrik edirəm.